Salam əziz abituriyentlər, kanalımıza xoş gəlmisiniz. Mən fizika müəllimi Elşad Həsənov. Bugün sizlərə Newton qanunları mövzusunu izah edəcəm. Deməli, biz kinematika bölməsində cisimlərin hərəkətlərini öyrənirdik, amma hərəkətin səbəblərini araşdırmırdıq. Amma dinamika bölməsində cisimlərin hərəkət etmə səbəblərini araşdırıb o şəkildə öyrənəcəyik. Cisimlərin hərəkət etmə səbəbi onlara qüvvənin təsir etməsidir. Yəni, sərbəst bir cisim yoxdur, hər bir cisimə qüvvə təsir edir. Qüvvə təsir edən cisim də həm hərəkət edir, həm hərəkətdədirsə istiqamətini dəyişir, sürətlisə sürətini azaldır və yaxud da sürətini artıra bilirik və bunların hamısını qüvvə vasitəsilə həyata keçiririk. Qüvvə nədir? Qüvvə cisimlərin qarşılıq təsirini xarakterizə edən fiziki kəmiyyətdir. Başqa təriflər də vermək olar. Cisimlərin hərəkət sürətini dəyişən səbəbdir, cisimlərin istiqamətini dəyişən səbəbdir, təriflər də deyə bilərik. Amma əsasən qüvvə cisimlərin qarşılıq təsirini xarakterizə edən fiziki kəmiyyətdir deyilir. Qüvvə böyük F hərfi ilə işarə olunur. Qüvvə vektorial kəmiyyətdir. Qüvvənin vektorial kəmiyyətlərini bildiyimiz kimi həm istiqamət, həm ədədi qiymətə olur. Qüvvədə isə bundan tamamilə fərqli olaraq həm istiqamət var, həm ədədi qiymət var, həm də tətbiq nöqtəsi var. Yəni ki, məsəl üçün, burada bir cisim dayanıbsa, biz buna qüvvə tətbiq edəndə hardan tətbiq etməyimiz də önəmlidir. Məsələn, buradan da tətbiq edib sağa darta bilərik, buradan da tətbiq edib yuxarı darta bilərik. Yəni ki, tətbiq nöqtəsi də vardır. Qüvvənin vahidi Newtondur. Qısa olaraq N şəklində göstərilir. Qüvvə dinamometr adlanan cihazla ölçülür. Dinamometr adlanan cihazla ölçülür. Qüvvənin təbii ki, əlavə vahidləri də var, Newtondan başqa. Məsələn, kilonewton, millinewton, meganewton şəklində vahidlər də vardır. Qüvvə, cisimə təsir edən qüvvə həmişə bir dənə olmaya bilir. Bir neçə dənə cisimə qüvvə təsir edə bilər. Cisimə bir neçə qüvvənin təsir qədər təsir göstərən qüvvəyə əvəzləyici qüvvə deyilir. Əvəzləyici qüvvəni F-ə şəklində göstərilir. Əvəzləyici qüvvə. Və bunun şərtləri var təbii ki. Məsəl üçün, cisimə təsir edən qüvvələr eyni istiqamətdədirsə, deyək ki, bir cisim var, F1 və F2 qüvvələri təsir göstərir və bunlar eyni istiqamətdədirsə, o zaman əvəzləyici qüvvə F əvəzləyici bərabərdir, bunların cəminə bərabərdir. Yəni, cisimə təsir edən qüvvələr eyni yöndə olursa, onların əvəzləyicini tapanda biz bunları toplamalıyıq. Cisimə təsir edən qüvvələr əks yöndədirsə, deyək ki, biri sağadır, biri soladırsa, əvəzləyici qüvvəni tapanda F əvəzləyici bərabərdir. Mən modul da yazıram F1 çıx F2. Bu o deməkdir ki, həmişə böyükdən kiçik çıxılır. Deyək ki, əgər F1 böyüksə, F1-dən F2 çıxılır, F2 böyüksə, F2-dən F1 çıxılır və əvəzləyici qüvvə böyük qüvvə tərəfə yönəlir. Cisimə təsir edən qüvvələr bir-birinə perpendikulyardırsa, deyək ki, birini yuxarı dartırıq, bir qüvvənin də sağa dartırıqsa, öncəliklə bu qüvvələrin əvəzləyicisi bunların həmişə ortasından keçməlidir. Yəni, cisimə təsir edən əvəzləyici qüvvə bunların ortasından çəkilən xətt istiqamətdədir. Və bu əvəzləyici qüvvə F əvəzləyici bərabərdir. Pifaqor teoremindən tapılır. Yəni ki, F1 kvadratı üstəgəl F2-nin kvadratı şəklində tapılır. Cisimə təsir edən qüvvələr əgər 90 dərəcə bucaqdan kiçik və yaxud da 90 dərəcədən bucaqdan böyük olarsa, deyək ki, bu şəkildə F1, F2 təsir göstərirsə və bunların da əvəzləyicisi yenə bu qüvvələrin ortasından çəkilən xətt olur və bu qüvvələrin əvəzləyicisini tapanda F əvəzləyici bərabərdir. Kök altda F1 kvadrat üstəgəl F2 kvadratı üstəgəl 2 F1 F2 kosinus alfa şəklində tapırıq. Bu qüvvələrin əvəzləyicisinin tapılma qaydasıdır. Sonra qüvvələrin proyeksiyası var. İstəyirəm ki, qüvvələrin proyeksiyasından danışım. Qüvvənin X və yaxud da Y oxu üzərində proyeksiyası var. Bu da bizə məsələ həllərində lazım olur. Ona görə də bunu da bilməmiz lazımdır. Deyək ki, Y oxu, X oxu, Y oxu, X oxu. Burada bir qüvvə var, hər hansısa F qüvvəsi var. Burada da bir alfa bucağı var. Bizdən soruşacaq ki, və bu məsələ həllərində çox qarşımıza çıxır, mütləq bilməliyik. F vektorunun həm X oxuna proyeksiyası var. X oxuna proyeksiyası
bura sayılır, fx deyirik. Bir də y-na proyeksiyası var. O da təbii ki, buradır. Buna da fy deyirik. Deməli, burada bir düzbucaqlı üçbucaq meydana gəldi. Bu x toplananı, düzbucaqlı üçbucağın bitişik katetidir, bucağı bitişik kateti. Bu y toplananı bucağın qarşısındakı katetdir. Biz bilirik ki, bitişik katetin hipotenuz, bu da hipotenuz təbii ki, hipotenuza nisbəti bərabərdir kosinus alfa. Yəni, buradan belə bir nəticə çıxır ki, fx, f vektorunun x oxuna proyeksiyası bərabərdir, f kosinus alfadır. Bu bilinməlidir mütləq şəkildə. Bura fy-dirsə, təbii ki, burada fy-dir. Qarşıdakı katetin hipotenuza nisbətinə bərabər olan kəmiyyət isə sinus alfadır. Buradan da alınır ki, fy proyeksiyası bərabərdir, f sinus alfaya bərabərdir. Bunları mütləq şəkildə bilmək lazımdır, vacibdir. İndi isə Newtonun birinci qanunundan danışıram. Newtonun birinci qanununun ətalət qanunudur əslində. Ətalətlik nədir? Tərif bu şəkildədir. Cisimə heç bir qüvvə təsir etmədikdə və yaxud da cisimə təsir edən qüvvələrin əvəziyyəti sıfır olanda cisim öz əvvəlki vəziyyətini saxlama hadisəsidir ətalətli. Yəni, cisim düz xətti bərabər sürətlə hərəkət halındadsa, hərəkət halını saxlamağa çalışır. Sükunətdədirsə, sükunət halını saxlamağa çalışır. Bu ətalətlikdir. Ətalətliyi də Newton müəyyənləşdirdiyi üçün, elə ətalətlik Newtonun birinci qanunudur. Newtonun birinci qanununun uzun bir tərifi var, amma o tərifə ehtiyacı yoxdur. Sadəcə Newtonun birinci qanunu nədən ibarətdir, mahiyyətcə onu izah edəcəm. Onu bilsəz kifayətdir. Deməli, ümumiyyətlə, yadınızda saxlayın. Təbiətdə sərbəst cisim olmur. Mütləq şəkildə cisimə qüvvə təsir edir və qüvvələr həmişə cüt yaranır. Yəni, bir qüvvə varsa, əksinə mütləq başqa bir qüvvə də vardır. Məsəl üçün, burada dayanmış bir cisimə aşağı doğru ağırlıq qüvvəsi təsir göstərir. Ağırlıq qüvvəsi varsa aşağı, deməli, bunun ağırlıq qüvvəsinin əksinə də başqa bir qüvvə vardır. O qüvvəyə də reaksiya qüvvəsi deyirik. N yazırıq. Mən burada yazıram ki, V bərabərdir 0. Yəni, cisim sükunətdədir, hərəkətdə deyil. Amma biz bu dərsə başlayanda dedik ki, cisimə qüvvə təsir edirsə, həmən qüvvənin təsir altında cisim istiqamətini dəyişir, hərəkət edir. Amma burada hərəkət etmir. İndi niyə hərəkət etmir, onu göstərəcəm. Və yaxud da, burada bir cisim var. Mən bu cisimi dartıram sağa doğru, hər hansısa bir qüvvə ilə. Dartdığım zaman başlayır hərəkət eləmək. Təbii ki, sağa qüvvə tətbiq eləmişəmsə, mütləq əksinə başqa bir qüvvə var. Hərəkət zamanı yaranan qüvvə sürtünmə qüvvəsidir. Təbii ki, bu da sonraki dərslərdə izah olunacaq. Cisimin aşağı doğru yenə ağırlıq qüvvəsi var. Yenə də yuxarı N reaksiya qüvvəsi var. Newtonun birinci qanunda deyilir ki, cisimə təsir edən qüvvələrin əvəzləyicisi əgər sıfıra bərabərsə, cisim ya sükunətdə qalır, ya da düz xətti bərabər sürətlə hərəkət edir. Deyək ki, reaksiya qüvvəsi ilə ağırlıq qüvvəsi bir-birinə bərabərdir. Bayaq dediyimiz kimi, əvəzləyici qüvvəni tapanda, qüvvələr əks əvəzləyici qüvvəni tapanda bir-birindən çıxmalıyıq. N reaksiyadan F ağırlığı və yaxud da F ağırlıqdan N reaksiyadan çıxanda olacaq 0, çünki bir-birinə bərabərdir. Burada da eyni şəkildə, yenə də N reaksiya qüvvəsi F ağırlıq qüvvəsinə bərabərdir. Dartı da sürtünməyə bərabərdir. O zaman hər iki halda əvəzləyici qüvvə bərabərdir nəyə? 0-a. Deməli, biz belə deyirik Newtonun birinci qanunu deyəndə. Cisimə təsir edən qüvvələrin əvəzləyicisi əgər sıfırdırsa, cisim iki halda ola bilər. Ya sükunətdə ola bilər, ya da hərəkət edirsə, ancaq bərabər sürətlə hərəkət etməlidir. Bu Newtonun birinci qanunudur. Newtonun birinci qanunun ödəndiyi sistem inersial hesablama sistemi və yaxud da ətalət hesablama sistemi adlanır. Məsələn, testdə suallar var, deyir ki, aşağıdakılardan hansı inersial hesablama sistemidir? Biz nəyi axtaracaq aşağıda? Newtonun birinci qanunu axtaracaq. Ödəndiyi sistemi axtaracaq. Bəs Newtonun birinci qanunu hansı olacaq? Baxacaqsan hərəkətlərə ki, cisim sükunətdədirsə, onu götürəcəksən, ya da düz xətti bərabər sürətlə hərəkətdədirsə, onu götürəcəksən. Orada məsələn, cavablar iki dənə oxşar var. Çeviri üzrə bərabər sürətlə hərəkət edir. Bir də var ki, düz xətti bərabər sürətlə hərəkət edir. Biz düz xətti bərabər sürətlə hərəkətini nə etməliyik? Göstərməliyik. Sonra cismin kütləsi, cismin sıxlığı və həcmindən danışacağım sizə. Hər bir cismin ağırlığı vardır. Yəni, bəzi cisimlər qaldırırıq, görürük yüngüldür, rahat qaldıra bilirik. Bəzi cisimlər qaldırırıq, görürük ki, ağırdır, rahat qaldıra bilmirik. Deməli, onun biri ağırdır, biri yüngüldür. Kütlə tərif olaraq belə, cismin ətalətliyinin miqdarı ölçüsü kütlə adlanır. Kütlə balaca M hərfi ilə işarə olunur.
Kütlə skalyar kəmiyyətdir. Kütlənin vahidi beynəlxalq sistemdə əsas vahidi olaraq kiloqramdır. Təbii ki, başqa vahidlər də var, qram, ton, sentiner və s. Amma əsas beynəlxalq sistemdə əsas vahidi kiloqramdır. Kütlə tərəzi adlanan cihazla ölçülür. Amma qarşınıza çıxacaq, məsələn, qollu tərəzi var, yaylı tərəzi var, elektron tərəzi var. Fərqi yoxdur. Bütün hallarda kütlə tərəzi ilə ölçülür. Sonra hər bir cismin həcmi var. Cismin həcmi onun böyüklüyü anlamına gəlir. Ağırlıq yox, həcm olaraq böyüklüyü anlamına gəlir. Həcm cisimlərin fəzada tutduğu yer həcm adlanır. Həcm böyük V hərfi ilə işarə olunur. Həcm də skalyar kəmiyyətdir. Həcmin vahidi isə ya metr kubu ola bilər. Bir də bizim qarşımıza litr çıxa bilər. Amma məsələ həllində mütləq şəkildə litri metr kubuna çevirmək lazımdır. Litrdən metr kubuna necə keçirik? 1 litr 1 desimetr kubudur. Və yaxud da 10⁻³ metr kubu şəklində yaza bilərik. Yəni, məsələ həllində vacibdir ki, biz litr veriləndə onu metr kubuna çevirək, yoxsa cavab düzgün alınmayacaq. Həcmdir. Həcm də menzurka adlanan cihazdan ölçülürlər. Menzurka belə qabdır, şəffaf qablar olur. O çox yerdə var. Menzurka adlanan cihazdan ölçülürlər. İndi isə sıxlıq. Bəs sıxlıq nədir? Cismin kütləsini onun həcminə böldüyümüz zaman biz yeni bir fiziki kəmiyyət alırıq. O da sıxlıqdır. Sıxlıq ρ hərfi ilə işarə olunur. ρ bərabərdir m bölünsün v düsturundan tapılır. Hər bir maddənin özünün sıxlığı olur. Məsələn, suyun sıxlığı fərqlidir, kerosin sıxlığı fərqlidir, daşın sıxlığı fərqlidir. Hər bir maddənin özünün sıxlığı olur. Maddənin sıxlığı onun kütləsindən, verilmiş maddənin sıxlığı onun kütləsindən asılı deyil. Verilmiş maddənin sıxlığı onun həcmindən də asılı deyil. Çünki belə düşünək ki, suyun sıxlığı 1000-dir. Suyun sıxlığı 1000-dirsə, bir stəkan suyunda sıxlığı 1000-dir. Deyək ki, bir qazan suyunda sıxlığı 1000 olacaq. Yəni, su artdıqca, kütləsi artdıqca onun həcmi də artır. Sıxlığı dəyişən şey deyil, sıxlıq sabitdir. Sıxlığın vahidi, təbii ki, burada kütlənin vahidi bildiyimiz kimi kiloqramdır. Həcmin vahidi metr kubudur. O zaman sıxlığın vahidi kiloqram bölünsün metr kubuna bərabərdir. Biz bu düsturdan cismin kütləsini tapsaq, ρ bərabərdir. Təbii ki, daha doğrusu kütləni tapsaq, m bərabərdir, ρ vurulsun v olar. İndi maddənin sıxlığı, hər bir maddənin sıxlığı sabit olduğu üçün, o zaman kütlə həcmdən asılıdır. Necə asılıdır? Düz mütənasib asılıdır. Biz o qrafik bu şəkildə çəkəcəyik. Deməli, m v-dən düz mütənasib asılıdır. Və bizdən bəzən bu buzağın tangensini də istəyə bilərlər. Bu buzağın tangensini tapsaq, təbii ki, qarşı kateti bitişik katetə bölməliyik. O zaman yazırsan, tangens alfa bərabərdir. Qarşı katet m-i göstərir. Yəni, bura m-ə bərabərdir. Bitişik katet v-ni göstərir. Deməli, bu buzağın tangensi m bölü v-dir. Dolayısıyla nəyə bərabərdir? ρ-yə bərabərdir. Bunu da mütləq şəkildə bilmək lazımdır. Deməli, maddənin sıxlığı haqqında danışdıq. Bir maddənin sıxlığı. İndi ola bilər ki, bir neçə maddənin qarışmış maddənin sıxlığı soruşular bizdən. İki maddənin qarışığının sıxlığı ρ bərabərdir. M1 üstəgəl M2 bölünsün V1 üstəgəl V2 şəklində tapılır. Bu iki maddənin sıxlığının tapılmasıdır. İndi burada istisna hallar var, xüsusi hallar var. Xüsusi hal nədən ibarət? Əgər qarışan maddələrin həcmləri bir-birinə bərabərdirsə, əgər həcmlər bir-birinə bərabərdirsə, o zaman sıxlıq ρ bərabərdir. ρ1 üstəgəl ρ2 bölünsün 2 şəklində tapılacaq. Əgər maddələrin kütlələri bir-birinə bərabərdirsə, o zaman sıxlığımız ρ bərabərdir. 2ρ1, ρ2, ρ1 plus ρ2 şəklində tapılacaq. Düzdür, bunlarla bağlı demək olar ki, belə deyək, testdə sual yoxdur, amma bizim qarşımıza nə edə bilər, çıxa bilər, ona görə də bunu da bilmək lazımdır. İndi isə Newtonun ikinci qanunundan danışacağım. Newtonun ikinci qanunu nədir? Deməli, Newton hər hansısa bir sükunətdə duran cismi bir qüvvət tətbiq edərək hərəkətə gətirir. Sükunət vəziyyətindən hərəkətə gəlmə yeniləşən hərəkət sayılır. Yəni, burada təcil meydana gəlir. A. Təcil. Newton müəyyənləşdirmişdi ki,
Cismin aldığı təcil, cismə tətbiq olunan qüvvələrin əvəzləyicisi ilə düz. Bu arada buradakı F qüvvəsi bu deyil. 2 qüvvə varsa 2 qüvvənin əvəzləyicisidir. Yəni cisim mən dartıramsa, hərəkət edirsə, əksinə sürtünmə qüvvəsi yaranır. Həmin bu əvəzləyici qüvvə dartıyla sürtünmənin əvəzləyicisidir. Əvəzləyici qüvvənin cismin kütləsinə olan nisbətinə bərabər olan fiziki kəmiyyətdir. A bərabər F əvəzləyici bölünsün. Yəni Newtonun ikinci qanunun mahiyyəti, düsturu bu şəkildə yazılır. Təbii ki, biz bu düsturu belə də yaza bilərik. F əvəzləyici bərabər MA şəklində də nə edə bilərik? Yaza bilərik. Heç bir problem yoxdur. Sadəcə deyiləndə, Newton qanunlarının ikinci qanununu ifadə edəndə biz belə deməliyik. Cismin aldığı təcil əvəzləyici qüvvə ilə düz, yəni ki, qrafik olaraq da mən göstərmək istəyirəm. Aldığı təcil əvəzləyici qüvvə ilə düz, nə vaxt düz asılı olur? Təbii ki, M konstant olanda. Cismin aldığı təcil cismin kütləsi ilə isə tərs mütənasibdir. Deməli, təcil cismin kütləsi ilə isə tərs mütənasib asılıdır. Bu səfər də əvəzləyici qüvvə konstant olmalıdır. Uşaqlar, qüvvənin vahidi Newtondur. Biz onsuz da əvvəlki hissədə izah elədik, qüvvənin vahidi Newtondur. Amma bizdən Newtonun açılışını istəyəcəklər. Newtonun açılışı beynəlxalq sistemdə əsas vahidlərlə açılışını istəyəcəklər. Newton beynəlxalq sistemdə əsas vahidlərlə açılışını əzbərləmək lazım deyil. Newton ikinci qanun düsturundan ifadə etmək lazımdır. Newton bərabərdir. Kütlənin vahidi kiloqram, təcilin vahidi metr bölü saniyə kvadratına bərabərdir. Deməli, Newtonun beynəlxalq sistemdə əsas vahidlərinin açılışı nədir? Kiloqram vurun metr bölü saniyə kvadratına bərabərdir. Biz buradan, bu düsturdan kütləri də tapa bilərik. Kütlə bərabərdir F əvəzləyici qüvvə bölünsün A-ya. Bizdən soruşacaq, bəs kütlə əvəzləyici qüvvədən necə asılıdır? Və yaxud da kütlə təcildən necə asılıdır? Təbii ki, siz də deyirsiniz ki, kütlə əvəzləyici qüvvədən asılı olmaz. Mən hər hansısa bir cisimi dartıram. 10 Newtonda qüvvə tətbiq edib darta bilərəm, həmən cisim. 20 Newtonda qüvvə tətbiq edib darta bilərəm. Onun kütləsi dəyişəcəkmi? Təbii ki, dəyişməyəcək. Və yaxud da təcildən də asılı deyil. İstəyir bu cisim 10 metr bölü saniyə kvadrat təcillə getsin, istəyir 20 metr bölü kvadrat təcillə getsin. O zaman onun kütləsi nə etməyəcək? Dəyişməyəcək. Zaten təcillə qüvvə bir-birinə düz asılıdır. Bunlar bir-birinə düz asılıdırsa, demək burada avtomatik olaraq kütlə nədir? Sabit qalmış olur. Yəni kütlə təcildən ya da əvəzləyici qüvvədən asılı deyil. Sonra bizim burada bilməli olduğumuz şeylərdən biri, yadınızda saxlayın, həmişə əvəzləyici qüvvənin təcil eyni olur. Nə mənada eyni olur? Əgər təcil artırsa, əvəzləyici qüvvə də artır. Əgər təcil azalırsa, əvəzləyici qüvvə də azalır. Əgər cisim x istiqamət gedirsə, deyək ki, yəni qüvvə x istiqamətdəsə, təcil də x istiqamətdədir. Qüvvə sıfırdırsa, təcil də sıfırdır. Yəni qüvvə ilə təcil bir-birindən düz asılı olduğu üçün qüvvə nədirsə, təcil də odur. Sıfırdırsa sıfırdır, artırsa artır, azalırsa azalır, sabitdirsə sabitdir və s. Yəni qüvvə ilə təcil bir-birindən düz mütənasib asılıdır. Biz bilirik ki, çevrə üzrə hərəkətdə təcil hər zaman mərkəzə doğru yönəlir. Təcil hər zaman çevrənin mərkəzə doğru yönəlir. Bizdən çevrə üzrə hərəkətdə əvəzləyici qüvvənin düsturlarını tələb edəcəklər. Əvəzləyici qüvvənin düsturu bildiyimiz kimi MA-dır. O zaman biz burada bir dənə əvəzləmə eləyəcəyik, başqa bir şey eləməyəcəyik. F əvəzləyici bərabərdir M. A-nın yerinə çevrə üzrə bərabər sürətli hərəkətdə bildiyimiz bütün düsturları yazacaq, olacaq əvəzləyici qüvvənin düsturu. Məsəl üçün, nə bilirik? V kvadrat böl R bilirik. Sonra nə bilirik? Omega kvadratı R bilirik. Sonra nə bilirik? M-i yazırıq, M-ə toxunmuruq. Sadəcə A-nın yerinə düsturlar yazırıq. Sonra nə bilirik? Omega V bilirik. Omega V bilirik. Sonra nə bilirik? Siz deyin. 4pi kvadratı R böl T kvadratı. Sonra nə bilirik? 4pi kvadratı R N kvadratı. Sonra nə bilirik? 4pi kvadratı R böyük N kvadratı böl T kvadratı. Yəni bunlar əslində, bəzən uşaqlar deyir ki, bu boyda düstur olar, bu boyda düsturu biz necə əzbərləyək? Əslində bunlar əvvəldən bildiyimiz düsturlardır. Fikir verirsinizsə, bax bu nəyin düsturdur? Təcilin düsturudur. Təcilin yerinə qoymuşam. Təcilin düsturunu bir dənə M-ə vuran kimi qüvvənin düsturu olur. Bu nəyin düsturudur? Təcilin. Bu nəyin düsturudur? Təcilin.
Hamısı təcilin əvvəldən bildiyiniz düsturlarıdır. Onun yerine yanına bir dənə M qoyan kimi olur, nəyin düsturu? Qüvvənin düsturu olmuş olur. Bunları da mütləq şəkildə bilmək lazımdır. Videonun ardını çox olmasın deyə, mövzu çox olmasın deyə mən hissə-hissə çəkilən videoları paylaşıram ki, həm baxanda sıxılmayasınız, həm də sizin üçün də yaxşı olsun, mənim üçün də yaxşı olsun, qısa videolar olsun. Ardını növbəti videoda inşallah çəkəcəyik, göstərəcəyik. Sağ olun.